danışın. Narınc xanım, o zaman siz danışın. Gəlin buraya. Mənə bu Samirdən də... O Samirin başı deyil. Samir. Samir, dondum qaldım. Uşaqlarda belə baş yoxdur ya. Ay Samir, bu nədir? Samirə çox ciddidir problemləri. Samir, dur gəl bura. Dur gəl. Yo. İndi mən bir söz deyim də 3 dəqiqə qabaq dediyim sözün əksini. Həqiqətən sənə bəzən uşaq etibar etmək olmaz ha. Bir baxaq bir videoya. Bu baş gərgin baş. Bəli, kifayət ki, artıq siz də mən oradan artıq diaqnostikanı da oradan apara bilirsiniz. Mən onu vurğulayım ki, Samirin təbii ki, əsəbliyin, gərginliyin bilirik. Bu qız da deyirdi bunu, aparat da göstərir. Çox ciddi aqressiyası var. Bu adamın ciddi yoxsulluq problemi var. Çox ehtimal ki, biraz bazar adamıdır deyən, səhər tezdən 3-də, 4-də durur, gedir bazara. Ağac satır çünki. Ağac satır, bəli. Gündə çox az yatır. 3 saat, 4 saat yatmaqla ciddi şəkildə beynin pozub. Yəni gərginliyi, əsəbiliyi, xroniki yorğunluğa hədsiz çoxdur. İkincili məsələ, ciddi şübhəli fikirləri var. Sən yaxın gəl, onun qulağı zəif eşidir, həkimin dediklərini eşidir. Ciddi, həm də o qədər əsəbidir ki, təzyiqi 180-i 120 ilə, 160 ilə gəzir. Yəni çox yüksəkdir təzyiqi. Xüsusən də axşam tərəfləri artır. Yəqin ki, arvadın üzün görülmüş axşamlar, ona görə təzyiqi qalxırmış. Xanımı ilə ciddi paranoyaları var Lalə xanım. Bitdi. Nə oldu? Dünən barışmaq istəyirəm. Mən açığı nəyindən şübhələnirəm? Ciddi paranoyaları var. Yəni şübhə fikirləri var. Ya bu həqiqətdirmi, bunun düşündükləri, yoxsa həqiqət deyilmi? Bunu araşdırmaq lazımdır. Çox ciddi şübhələri var. Arvadına yönəlik və bunun əslində davalarının da kökü oradan gəlir. Hər şey balışı belə qoydu, sağa döndü, gecə üzün belə çevirdi, telefonu ona elə... Mən də o deyirəm, müəyyən bir şişirdilmiş şəkildə bir şübhələri var. Bəlkə də nəsə görüb, nəsə bilir, bunu gizlədir, nədirsə bunları danışmaq istəmədi təbii ilk görüşmədə. Çünki istəyir qızını alsın, yanında olsun, görsün, ona görə xanım üçün başqa şeylər demək istəmir. Amma ola bilər əsassızdır dedikləri də. Yəni özünün beynində uydurduqları da o da ola bilər. Biz bunu irəliləyən müddətdə seansı alanda ona kömək eləyə bilərik. Amma davaların kökü ancaq qısqanclıqdır. Bu adam qısqanır, telefon əlinə niyə götürür, niyə bir 5 dəqiqə məndən sonra gəldi yanıma, hara keçib, o bir otağa keçmişdi, nə edir? Yəni, çox sudan səbəblərlə də konflikt yaşaya bilərlər. Bu da ailənin harmoniyasını pozur. O zaman Samir, həyat çəkilməz olur. Bəli. Yəni, heç bir qadın onu çəkməz. Bəli. Amma yenə də uşağı ayırmaq haqqınız yoxdur. Amma uşağı istəyirəm. Bu müddətdə mütləq şəkildə bunlara ailə... Nəsə bilirsə, onu demək istəmirsə, paranoydur. Yox. Əsaslı sübutu yoxdur. Deyək ki, məsələn, konkret bir adamdır, bir mesajdır, bir zəngdir. Bunu görmüyüb. Sadəcə müəyyən şübhələr var. Bir məsələn, telefonda çox danışır. Biz deyirik ona ki, danış da, nə bilirsən, nə inirsən, danış. O zaman belə eləyək. Mən Samirin, siz gözəl yerə toxundunuz. Bu şəkilləri görmək istəyərdim. O şəkilləri bugün təqdim edirəm. 2 başlı söhbət gedir. Burada ya qısqanclığın səbəbi var, ya da səbəbsizdir, paranoik haldır. Zənglər var. O zənglər ki, nöqtə vergül deyirlər ki, adamın haqqı var, yoxsa yox. O zaman biz bunun dərinə qədər gedək. O zəngləri qoşaq. Qoşaq ki, sabah məhkəmədə də Şəfiqə xanıma da lazım ola bilər, qarşı tərəfin özünə lazım ola bilər. Bizim üçün əsas gerçəkdir, nə qarşı önəmli deyil, mən Samir tanıyıram, mənim üçün o uşağın gələcəyi önəmlidir. Amma yenə deyirəm, qızın anasına deyirəm, sizin heç bir halda əsl nənə bilirsiniz nədir? O qızıl orta sapı saxlayan. Siz elə bilirsiniz, yaxşılıq edirsiniz, nəvənizi atasından ayrı salmaqla. Yox, Samir əslində xanımına çox bağlıdır, asıllıq dərəcəsində çox sevir. Bu həm də o deməkdir ki, yaş fərqi yoxdur. Möcüzəvi aparatlar bütün yaşlar üçün keçərlidir. Yardım edə biləcəyik, bunun cavabını istəyirəm. Samirə psixoterapevtik müalicə də, dərman müalicəsi də lazım olacaq, yazılıb. İnşallah dərmanlarına da başlasın. Burası Narınc Psixologiya Mərkəzidir. Yaş fərqi yox, düşüncə fərqi yox, psixoloji problemin fərqi yox. Gedib sağlam geri dönə bilərsiniz. Bəzən biz elə bilirlər, uşaqlarla çalışırıq, amma təkcə uşaqlar yox, böyüklər, yeniyetmələr, ailələr
ailələrin. Yəni Bəli. Samir, qapımız açıqdır. Sənə psixoloqla paralel, aparatla dəstəyinlə bir aya üzvə gələcəksən. Əsəbiliyin azalacaq, yuxun düzələcək, görəcəksən nə qədər Vurğulamaq istəyirəm ki, bu səbəbdən dağılan ailələr az deyil. Bəli, əsəb, qısqanclıq, Ailə bundan kifayət dağılmasın. qədər. Gəlin inkişaf Bəli, mərkəzlərinə, bəli. psixologiya mərkəzlərinə. Təşəkkür edirəm Sağ olun, Narınc xanım hər sizə. zaman qapımız Minnətdaram.